Sumqayıt şəhərində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların qorunması və artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən cari mövsümdə 220 min ədəd mövsümü, 46 min ədəd isə çoxillik gül kolları əkilib. Bununla yanaşı şəhərin müxtəlif ərazilərində ağac əkmə kampaniyalarına da start verilib. Əkilən bitkilərin sağlam şəkildə böyüməsi üçün mütəmadi suvarma, torpaq yumşaldılması və gübrələnmə işləri həyata keçirilir. Bitkilərə xüsusi qulluq göstərilməsi nəticəsində şəhərin park və xiyabanları, prospekt və küçələri yeni görkəm alıb, Sumqayıta təravət və rəng qatıb. Yaşıllaşdırma İdarəsinin əməkdaşları hava şəraitindən asılı olmayaraq, şəhərin hər bir güşəsinin yaşıllığa bürünməsi üçün səylə çalışır. Onların fədakar əməyi nəticəsində Sumqayıt bugün təkcə sənaye şəhəri deyil, həm də gül-çiçək içərisində bir istirahət məkanına çevrilib. Şəhər sakinləri və qonaqlar yaşıllıqların çoxaldığını, ətraf mühitin daha təmiz və estetik göründüyünü qeyd edirlər. Yaşıllaşdırma İdarəsinin məqsədi yalnız yeni bitkilər əkib şəhəri gözəlləşdirmək deyil, həm də bu yaşıllıqları qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Sumqayıtda aparılan bu işlər şəhərin ekoloji tarazlığının bərpasına, sakinlərin sağlam və rahat mühitdə yaşamasına xidmət edir. Yaşıllaşdırma İdarəsinin fədakar kollektivi isə bu məqsəd uğrunda gündəlik əməyini əsirgəmir. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.